Salam qızlar, gördüyünüz kimi bu günləri sizlərə çantamdan nə var videosu çəkirəm. Çox keçmədən çantamıza keçək. Əslində necə demək olar? Hər qadının çantasında, hər qızın çantasında aşağı-yuxarı eyni məhsullar olur və mən bu videoları çox sevirəm. Yəni izləməyi ona görə, yəni eyni məhsullar olsa belə fərqli-fərqli çantaların içinə baxmağa xoşum gəlir. Ona görə mən də öz çantamı sizlərə çəkirəm. Çox keçmədən keçək çantamıza. Çantamız gördüyünüz kimi belə krem rəngdə bir çantadır. Belə 2 dənə qulpu var. Belə bir dənə arxada cibi var. Cib açıq şəkildədir. Cibində heç bir şey yoxdur. Zamoklu deyil. Sadəcə belə bir dəmirlərlə bağlanır. Gördüyünüz kimi bunu belə açaq. İçi də gördüyünüz kimi bu şəkildədir. Burada bir cibi var. Burada bir dənə zamoklu cibi var. Və gördüyünüz kimi burada 2 dənə də balaca cibləri var. Çox keçmədən əlimə ilk gələn şey daraqdır. Yine hər qadının çantasında, hər qızın çantasında olan bir məhsuldur məncə. Sonra gördüyünüz kimi məndə adapterdir. Telefonumun məndə Samsung Galaxy Note 3'dür. İndi hal-hazırda telefonla çəkirəm deyə videonu, telefonumu çantaya daxil etmədim. Və sizə onu deyim ki, çantamda heç bir şey əlləməmişəm. İşdən gəlmişəm və gələn kimi bu videonu çəkmək qərarı aldım. Sonra gördüyünüz kimi pul kisəmdir bu mənim. Yəni adi bir pul kisəsidir gördüyünüz kimi. Yəni kartlar var, İdealın indirim kartı, çeklər, belə şeylər. Yəni kartloku çəkməsəydə olar. Yəni hər kəsin kartlokunda indirim kartı, pullar və s. olur. Sonra gördüyünüz kimi bloknot, yəni not dəftəri deyək. Mən əslində bloknot gəzdirmirəm yanımda. Yəni nəsə not qeyd etmək lazımdır. Sonra telefonuma qeyd edirəm. Sadəcə bu iş yerimdə qalır. Ola bilər ki, tələsik yolumu atmışam sumkama. Belə gördüyünüz kimi sonra əlimə gələn sonra ikinci şey Nivea'nın əl kremidir. Əl kremini dəhşət çox istifadə edirəm. Bunu təzə almışam, bitmək üzrədir, görürsünüz də. Yəni mənim əllərim dəhşət qışda dəhşət quruyur. Ona görə mən də əl kremlərini elə bil yeyirəm o dərəcədə. Sonra parfümüm bu mənim. Gördüyünüz kimi çox sevdiyim bir parfümdür. Dibində bu qədər qalıb. Mənim əslində çox parfümüm yoxdur. Amma əgər istəsəz sizə bir parfüm kolleksiyonu videosunu çəkmək istəyərəm, sevərək. Sonra gördüyünüz kimi makyaj çantam. Bunu da tez sizə deyim, tez keçək. Gördüyünüz kimi içində rezin, Mary Jane tonal kremi, sonra Mary Jane fırçasıdır bu, əllik fırçası, Faberlic'in qaş tenidir. Yəni açıb göstərməyə ehtiyac varmı bilmirəm, amma yenə də göstərdim. Gördüyünüz kimi bu tərəfdəki rəngləri qutarıb o birisilərə keçmişəm. Zərlidir biraz, amma çox sevərək istifadə edirəm. Qaşlarımı onunla doldururam. Bu Golden Rose'un gördüyünüz kimi pudrası bitmək üzrədir, amma bitə bilmir. Tez bitsin deyə ancaq onu istifadə edirəm. Gördüyünüz kimi Faberlic'in lip glossu. Sonra Golden Rose'un lineri. Bunlar da ki, bu tuşdu, təzə alış-veriş videomda da görərsiniz. Yəni bunu istifadə edirəm ki, favoriler videomda necə bir məhsuldur, qoyub qoymayacağımı bilmirəm. Yəni istifadə edib görəcəm. 2-3 dəfə istifadə etmişəm, çox razıyam hələ ki. Sonra Mary Kay'in 3 dənə fırçası var. Biri qaş doldurmaq üçün, ikisi isə ten üçün. Bu Golden Rose'un ağ karandaşı, bu isə qara karandaşıdır. Bitmək üzrədir gördüyünüz kimi. Bunları görək bir kənara. Sonra çantamızda
qaldı bu cib. Bu cibdə isə bir dənə çıxdı naşnik. Sonra atiki. Mən yay qış atiki taxıram. Çünki mənim gözlərim həqiqətən problemlidir deyə. Yəni taxmaq məcburiyyətində qalıram. Bu mənim əslində ya gözümdə, başımda olmalıymış. Nədənsə sumkama girib. Bu isə mənim nömrəli atikimdir. Çıxsa görsə də biləcəm. Gördüyünüz kimi çox sevirək istifadə edirəm bu atikini də. Burada qutardı. Burada isə yenə bir dodaq boyası və dodaq boyası və orbit saqqızları. Bunun rəngi ayda qırıldı. Super. Əla. Bunun rəngi qırmızı olmalıdır. Səhv etmirəmsə. Qırmızı rəngdədir. Çox sevərək istifadə edirəm. Bunu da sadəcə bugün bunu vurmamışdım. Nədənsə sumkamdan bu çıxdı. Bu karandaş, yəni ruçka. Sonra burada iki cibində isə burada yenə bir orbit saqqızı. Burada açarlarım. Evimin açarları. Burada yenə selpakım, bir quru salfeti. Bu qədər. Yəni mənim çantamda nədir belə? Zibildir. Mənim çantamda olanlar bu qədər idi. Əgər bəyəndinizsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Bu qədər. Yəni çox bir şey deməyə ehtiyac yoxdur. Sağ olun qızlar izlədiyinizə görə.